İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun daha sonra Prezident Katibliyinin rəisi təyin edilməsi haqda xəbərlər yayılmışdı. Amma həmin vaxt bu barədə heç bir rəsmi açıqlama verilməmişdi. Yeni Sabah.az məlumat verir ki, artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu haqda xəbər yer alıb. Bəylər Eyyubov orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd edilib. General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub. Bu ilin martında onun 74 yaşı tamam olub. Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı hələlik məlum deyil. Əlavə edək ki, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının strukturunda mövcud olub. 1998-1999-cu illərdə Prezident Katibliyinin rəisi, Prezidentin köməkçisi vəzifəsini Eldar Namazov tutub. Daha sonra onun yerinə Dilarə Seyidzadə təyin olunub. 2019-cu ildə o azad edilib və Prezident Katibliyinin rəisi, Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.